Milli Məclisin deputatı Ramil Həsən vəzifəsindən istefa verir. Bu barədə o, parlamentin bugünkü iclasında bildirib. Qeyd edək ki, Ramil Həsən iyul ayında Türk Dövlətləri Parlament Assambleyasının Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında təşkilatın yeni baş katibi seçilib. O, yeni vəzifəyə seçilməsi ilə əlaqədar vəzifəsini tərk edəcəyini bildirib. Azərbaycan vətəndaşı olan 40 nəfər Almaniyadan geri qəbul edilib. Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb. Bildirilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyatı dövlət qurumlarının nümayəndələrindən ibarət reinteqrasiya üzrə işçi qrupu readmisiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.